Bugün Şirvanşahlar dövlətinin 11-ci əsrindən danışacağıq. 11-12-ci əsrdən söhbət açılacaq. Şirvanşahlar dövləti haqqında qısa məlumat vermək istəyirəm. Şirvanşahlar dövləti 861-ci ildə yaranıb, 1538-ci ildə süqut edən bir dövlətdir. Şirvanşahlar dövlətinin ilk paytaxtı olmuşdur Şamaxı şəhəri, daha sonra isə 918-ci ildə paytaxt köçürülmüşdür Şamaxıya, Əbtahirin hakimiyyəti dövründə. Şamaxı paytaxt olur 918-dən 1192-ci ilə qədər. 1192-ci ildə Şamaxıda zəlzələ baş verdiyinə görə paytaxt götürüb köçürülmüşdür hara? Bakıya. Şirvanşahlar dövlətini 3 dənə sülalə idarə edir. Məziyyədlər sülaləsi, Kəsranilər sülaləsi və Dərbəndlər sülaləsi. Məziyyədlər sülaləsi 861-ci ildən 1027-ci ilə qədər dövləti idarə etmişdir. Kəsranilər, Məziyyədlər daha doğrusu. Kəsranilər sülaləsi isə 1027-ci ildən 1382-ci ilə qədər Şirvanşahlar dövlətini idarə edib. İndi biz məhz, baxın, bu Kəsranilər dövründən danışacağıq. O 1027-1382-ci il aralığında baş verən hadisələrin bir hissəsinə diqqət yetirəcəyik, bir digər hissəsində növbəti dərsdə baxacağıq. İlk öncə deyirik ki, Kəsranilər 1027-ci ildə hakimiyyətə gəlir. Kəsranilərin ilk nümayəndəsi olmuşdu 1-ci Məniçövür. 1-ci Məniçövür. 1-ci Məniçövürün dövrü ilə bağlı onu yadda saxlayırıq ki, Şirvanşahlar dövlətinin ərazisinə Slavyanlar yürüş etmişdi. 1030-cu ildə 1-ci Məniçövürün hakimiyyəti dövründə Slavyanlar Şirvanşahlar dövlətinin ərazisinə hücum etmişdilər. Və bu zaman Şirvanşah 1-ci Məniçövür 1030-cu ildə dənizdən Şirvanşahlar dövlətinə hücum edən Slavyan yürüşünün qarşısını almağı bacarır. Bu Məniçövürün dövrü ilə bağlı birdən onu yadda saxlayırıq ki, Slavyanların yürüşü olub. Bax, bu məqama diqqət yetiririk. Sonra gəlir orada 1-ci Fəribürsün hakimiyyət illəri. 1-ci Fəribürs 1063-dən 1096-ya qədər hakimiyyətdə olan hökmdardır. Onun dövrü ilə bağlı yadda saxlayırıq ki, 1-ci Fəribürs Səlcuqlara qarşı mübarizə aparmış və bu mübarizə nəticəsində axırda Səlcuqlardan asılılığı qəbul edib 40 min dinar xərac vermişdi. Onun əlindən şah titulu əlindən alınmış, əvəzinə isə məlik titulu verilmişdi. Bax, bu məqamda diqqətli olaq. Növbəti bir digər məqam Şirvanşah titulu onun əlindən alınsa da, baxın, bu məqamda diqqətli olaq. Onun əlindən Şirvanşah titulu alınsa da, o daxili müstəqilliyini, yəni Şirvanşahlar dövləti öz daxili müstəqilliyini qoruyub saxlaya bilən dövlət olmuşdur. Lakin 11-ci əsrin sonunda, baxın, bu məqama diqqət yetirin, 11-ci əsrin sonunda Şirvanşahlar dövləti yenidən müstəqil olmuşdu. Bu Gürcülərə də aiddir. Gürcülər də 11-ci əsrin ikinci yarısında müstəqil olmuşdular. Bax, bu məqama diqqətli olaq. Gəlir indi Fəribürsdən sonra bizə ən çox belə söz açılan dövr olur 3-cü Məniçövürün hakimiyyəti dövrü. 3-cü Məniçövür 1120-1160-cı ildə hakimiyyətdə olub. O, baxın, işarələyirik, Tiflislə və yaxud da Gürcülərlə qohum olmuşdu. Davidin qızı ilə evlənmişdi, Tamarla evlənir və bu qohumluq münasibətləri Şirvanşahlarla Tiflis müsəlman əmirliyinin münasibətlərini daha da yaxınlaşması ilə və yaxud da yaxşılaşması ilə nəticələnir. Hər ikisi həm Şirvanşahlar, həm Tiflis və yaxud da Gürcülər kimdən asılı idi həmin dövrdə? Deyirik ki, Səlcuqlardan, düzdürmü? Səlcuqlardan asılılığı qəbul ediblər. Tiflis, yadınızdadırsa, bayaqların dərsdə izah edəndə dedik ki, 1054-cü ildə Tiflis Səlcuqlardan asılılığı qəbul etmişdi. Şirvanşahların da Səlcuqlardan asılılığı qəbul etməsi 1066-cı il götürülük. Və hər ikisi müstəqillik uğrunda mübarizə aparır. Səlcuqlara qarşı müstəqillik uğrunda mübarizə aparan zaman həm Şirvanşahlar, həm Gürcülər bir-birlə ittifaqa girirlər və yaxud da müttəfiq olurlar. Və hətta artıq Səlcuqlara qarşı birgə mübarizə aparırlar deyə bilərik. Ən nəhayətində buranın ən məşhur döyüşü Səlcuqlarla Tiflis arasında və yaxud da Gürcülər arasında Didqori döyüşü baş verir 1121-ci ildə. Bu Didqori döyüşü Səlcuqlarla Gürcülər arasında baş verir.
Gürcülər Tiflisi tutaraq müstəqil elan etdiklərinə görə bu mübarizə başlamışdı. Daha doğrusu Tiflisi tutub azad etmək istəyirdilər. Bu Tiflisi azad etmək uğrunda mübarizə başlayır və 1121-ci ildə Səlcuq türkləri ilə deməli Gürcülər arasında 1121-ci ildə Didqori döyüşü baş verir. Didqori döyüşü Səlcuqlar məğlub olur. Qalib gələn Gürcülər olur. Gürcülər Tiflisi azad edib paytaxta çevrilir. Gürcüstanın paytaxtına çevrilir. Baxın, bu Tiflisə bu zaman kim kömək edəcək? Şirvanşahlar. İndi Şirvanşahlar ərazisinə Səlcuqların yürüşünü görəcəyik. Şirvanşahlar ərazisinə Səlcuqların yürüşü 1100, Səlcuq türklərinin yürüşü 1123-cü ildə Mahmudun Sultan, İraq Səlcuq Sultan, Sultan Mahmud Şirvana yürüş edir. Bu zaman Şirvana yürüş edir və bu zaman Gürcülər indi kimə kömək etməlidir? Şirvanşahlara. Şirvanşahlar Tiflisə kömək etdi Didqori döyüşündə. İndi də 1123-cü ildə Səlcuqlar, İraq Səlcuq Sultanı Şirvanşahlara yürüş edəndə Tiflis də gəldi Şamaxıya və yaxud da Şirvanşahlara kömək etdi. Və burada əlbəttə ki, burada kömək edən bir digər qüvvələrin adı da çəkilir. Deyir ki, 4-cü Davidlə yanaşı burada Gürcü çarı və Qıpçaqların birləşmiş qüvvələri deyir Səlcuqları məğlub edir və məğlub olan İraq Səlcuq Sultanı Sultan Mahmud Şirvanı tərk edərək getmişdi. İndi burada 4-cü David görür ki, artıq Şirvanşahlar nədir? Siyasi meydanda təkdir. Nə Səlcuqlardan asılıdır, nə hər hansı bir dövlətdən asılıdır, artıq müstəqildir. Və 4-cü David fürsətdən istifadə edərək deyir, 1124-cü ildə Azərbaycana yürüş edir 1124-də və Şirvanşahlar ərazisini ələ keçirərək burada Gürcü qoşunlarını yerləşdirmişdi. O, həmçinin ələ keçirilən digər şəhərlərin, baxın, Şamaxı, Şabran və Buğurt, Ağsudakı Buğurt qalasının adını xüsusilə çəkirlər ki, həmin əraziləri və yaxud da həmin yerləri ələ keçirmişdi. 4-cü David Şirvanşahlar dövlətini 1124-də hücum edərək özünün asılı vəziyyətə salmış və Şirvan şəhər və qalalarında qarnizonlar yerləşdirmişdi. Lakin çox keçmir ki, 1125-ci ildə 4-cü David vəfat edir. 4-cü Davidin vəfatından sonra artıq Gürcü qoşunları Azərbaycandan çıxır. 4-cü Davidin ölümündən sonra hakimiyyətə gələn 1-ci Demetrənin hakimiyyəti dövründə isə Şirvanşahlarla münasibətləri Demetrənin, yəni Gürcülərin çox yaxşı olduğu bildirilir və çox gözəl iki dövlət arasında normal qonşuluq münasibətləri olduğu kitabımızda qeyd olunmuşdur. İndi gəlirik 3-cü Mənüçöhrün elə hakimiyyəti dövründə baş verən hadisələrə bir də diqqət yetiririk. 2-ci Mənüçöhr 1120-1160-da hakimiyyətdədir. Gürcülərlə yaxınlaşıb, Gürcülərlə yaxınlaşmağın əsas səbəbi Səlcuqlara qarşı mübarizə və arvadının Gürcü olması, yəni qohumluq münasibətlərinin olmasına görə yaxınlaşırlar. İlk öncə görünən odur ki, Şirvanşahlar Gürcülərə kömək edir ki, Səlcuqlara qarşı mübarizə aparsınlar. Bu döyüşlərdən biri 1121-də Didqori döyüşü idi. Didqori döyüşündə Gürcülər qalib gələrək Tiflisi azad edib paytaxta çevrilirlər və 1122-ci ildə beləliklə Tiflis müsəlman əmirliyi ləğv edilmişdi. Və sizə sual versələr ki, Tiflis müsəlman əmirliyi nə vaxt yaranmışdı? O zaman deyirsiniz ki, 8-ci əsrin 30-cu ildə yaranıb. Vəfatından 1120-1160-cı ildə hakimiyyətdə olan 3-cü Mənüçöhrün ərazisinə İraq Səlcuq Sultanı yürüş etmişdi. Sultan Mahmud və 1123-də hücum edir. Lakin burada Gürcülərin köməyi ilə Şirvanşahlar Səlcuqları məğlub etməyi bacarır və İraq Səlcuq Sultanı Şirvanşahlardan çıxıb gedir. Və bundan sonra Mənüçöhrün dövründə 4-cü Davidin Şirvanşahlara yürüş etməsi və qoşunlarını Şirvanşahlarda yerləşdirdiyini görürük. Lakin çox keçmir ki, bu qoşun Azərbaycandan çıxıb gedir. Çünki Davidin ölüm xəbərini eşidirlər deyir. Ardınca 1160-cı ildə 3-cü Mənüçöhr vəfat edir və hakimiyyətə Tamar istəyirdi ki, yəni onun Gürcü arvadı, 3-cü Mənüçöhrün Gürcü arvadı istəyirdi ki, kiçik oğlunu hakimiyyətə gətirsin. Lakin buna həmin dövrdə Azərbaycanda artıq yaranmış olan Atabəylər dövləti buna imkan vermirlər. Və Atabəylər dövləti məsələyə müdaxilə edir və 3-cü Mənüçöhrün türk qadından olan oğlunu 1-ci Axistan hakimiyyətə gətirirlər. 1-ci Axistan adını harda gördünüzsə, mütləq dostluq sözünü yadda saxlayın. Axistanda dostluq sözünü yadda saxlayın. Çünki bu həm qəbula düşüb, həm olimpiyadaya düşən sual idi. Burada dostluq Gürcü çarlığı ilə dostdur, İraq Səlcuq Sultanlığı ilə dostdur, atasından fərqli olaraq Xarəzmşahlarla dostluq münasibətləri saxlamışdı. Onun bir dənə mübarizə apardığı
Slavyanlardır. Slavyan donanmasını məğlub etməsidir. Bu da həmin kəsranilərin nümayəndəsi olan 1-ci Mənüçöhrün oxşar cəhətdir. Gürcülərlə dostluq əlaqəsindən də bəhs olunur. Deyir ki, 1173-cü ildə Gürcüstanda mərkəzi hakimiyyətə qarşı qiyam baş verəndə 3-cü Georgiyə köməyə gedir, deyir 1-ci Axistan. Və 1175-ci ildə də Slavyanlar Şirvanşahlara yürüş edəndə deyir, Gürcülər də Şirvanşahlara yardım etmişdir. Və ən nəhayətində 1-ci Axistan dövründə dövrün ən böyük fəlakəti baş verir. Hansı ki 1192-ci ildə Şamaxıda zəlzələ baş verir və Axistan deyir öz ailə üzvünü itirmişdi. Yəni ailə üzvlərini itirir, ailəsi həlak olur deyir həmin zəlzələdə. Və paytaxt Bakıya köçürüldü. Və 1-ci Axistan dövrünü ümumiləşdirsək, deyirik ki, onun dövründə iqtisadi və mədəni inkişaf baş verib, ən qüdrətli dövrünü Şirvanşahlar yaşayıb və siyasi sabitlik olub. Bu qədər.